Başlayaq Atletico Madrid Barcelona maçından. Hansında ki daha güclü komanda keçmədi, amma rəqibə daha yaxşı hazırlaşan bəlkə də deyək komanda növbəti mərhələdə. Barcelona doğrudan da belə deyək də Atletico baxaraq güclü idi və bir baş yox, tam 2 baş və ilk hissədə belə deyək, ilk 20 dəqiqədə onu göstərdi ki, Langley Allah canını sağ eləsin, yadından çıxdı ki, Atletico Madridə keçib. Qəşəng bir topu itirdi, Yamal'ın qolu ilə istirahət eləmişdi Sevilla oyunda. Bütün ikinci heyəti ilə çıxmışdı. Tez 70-ci dəqiqə komanda yoruldu. Flickə sadəcə sual vermək lazımdır ki, bax, onsuz da cümə günü Real Girona-la xal itirdi. 100%. Sən şənbə günü oynayırdın. Lap ölüsü ən pis halda sən İspanyolla heç şey oynasaydın belə nə dəyişəcəkdi? Doğrudan da Barcelona məncə 2 qol vurandan sonra 3-cü qolu gətirməli idi. Qırmızı göstərdi Tülpen. İndi siz deyəcəksiniz qırmızı var idi. Mən orada qırmızı verməzdim. Bir dənə belə zərbəsi oldu, çətin də belə ağır Atletico Madrid dedim. O da ki Araujo kəlləli. Qalan heç nə eləmədi. 10 nəfər deyildi. Lewandowski girdi, qaldı 9 nəfər. Komanda yoxdur. Ferran oynayır, qoy qalsın da. Bunu Flick nəzərə almalı idi. İlk 20 dəqiqə sən demişkən də elə yüksək templə başladı. Dedim o bunlar bunlar əməli başda 100%. Nastroy başqadır bunlar da. Əməli başda üstlərindən keçməlidirlər. Atletico Madrid məncə Mussoya çox sağ deməlidir. Çünki Musso həqiqətən oyunun əvvəlində 3 dənə möhtəşəm oyunun əvvəlində 2 dənə və o gedə-gedə bir dənə möhtəşəm seyv elədi və Atletico-nu oyunda saxladı. Sən deyirsən bəlkə. O ki bəlkə varsa, yəni o Qardaşım, 100%lik qol demək deyil də o. Hansı o epizod boş qapıdan savayı 100%lik qoldur? Nəyə görə Clement Turpin razıyam, nə mənada? 4 saniyəyə qərar verdim. Mən isə o hakimə güvənirəm şəxsən.